Bugünkü mövzumuz diqqət əskikliyi və hiperaktiv pozuntudur. Ümumiyyətlə, diqqət əskikliyi və hiperaktiv pozuntuya bəzən diqqət dağınıqlığı, diqqət çatışmazlığı, diqqət defisiti və hiperaktiv pozuntu adı altında adlandırılır. Əslində belə bir giriş edək ki, diqqət əskikliyi və hiperaktiv pozuntu cəmiyyətimiz tərəfindən vurğuladığınız kimi Günay xanım, miflər var ki, bəzən düşünürlər ki, bu xəstəlik deyil, bu bir xarakter xüsusiyyətidir. Aktiv uşaqdır və yaxud da aktiv insandır deyə. Əslində bu xarakter xüsusiyyəti deyildir. Diqqət əskikliyi və hiperaktiv pozuntu bir xəstəlikdir. Xəstəliklərin beynəlxalq təsnifatı və DSM üzrə psixiatrik bir pozuntudur, psixiatrik bir xəstəlikdir. Daha detallı giriş etsəm, neuropsixiatrik bir pozuntudur. Yəni, diqqət əskikliyi və hiperaktiv pozuntu zamanı beyin kimyası dəyişilir. Ona görə neuropsixiatrik deyirik. Yəni, bu zaman beyində neyrofizioloji və kimyasal dəyişiklik gedir. Yəni, beyində neurotransmitter, yəni neyromediator səviyyəsində dəyişiklik gedir. Hansı ki, bizim hər birimizin əzbərə bildiyimiz noradrenalin deyirik və dopamin, neyromediatorların funksiyası və ifrazı pozulur. Nə baş verir? Bu zaman noradrenalinlə bağlı olaraq beynin müxtəlif sistemlərində artıb azala bilər, dopamin isə ön payda azalmış olur. Bunlara sonra giriş edəcəm. Nəyə gətirdim fikrimi ki, bu bir, belə deyək, beyin kimyasında gedən dəyişiklik olsa da belə... Yəni, bir xarakter xüsusiyyəti deyil, bunu biz səhv bilirik. Bəli, İlk əfsanənin üzərindən bir xət çəkdir. Bəli, səhv bilirik və Günay xanım, bu bir, belə deyək ki, neuropsixiatrik pozuntu olmaqla yanaşı bəzən deyərlər, doktor, onda beyin kimyası dəyişilirsə, deməli, baş beyin MRT müayinəsi, xeyr. Bu neuropsixiatrik pozuntu olsa da, digər psixiatrik xəstəliklər kimi, bu xəstəliyin də diaqnozu həkim psixiatr tərəfindən qoyulur. Bu nə pediatrik xəstəlik deyil, nə nevroloji xəstəlik deyil, sırf psixiatrik bir xəstəlikdir və xəstəlik neuropsixiatrik olsa belə, beyinlə bağlı söz eşitsəz belə, bu o demək deyil ki, bu xəstəliyin diaqnozu üçün mütləq baş beyin MRT müayinəsi, KT müayinəsi, EEG müayinəsi və yaxud da ki, müxtəlif qeyri-peşəkar müəyyən bir belə deyək, yanaşma tərzi olan insanların mı deyək, deyirlər ki, yox, bəlkə bir cihazlarla mı qoyulur, alətlərlə mi qoyulur, laborator testlər, analizlər aparılmalıdır, xeyr. Burada elə bir məqamlar yoxdur və yaxud da ki, deyə bilərsiniz ki, bəs baş beyin EEG müayinəsi olundu. EEG-də, məsəl üçün, burada bioelektrik aktivlik dəyişə bilər. Teta və beta dalğalarda pozuntu yarana bilər. Bu da o demək deyil ki, burada mütləq bu varsa, bu diaqnoz qoyulmalıdır. Əslində, bu müayinə üsullarının aparılması həm psixiatrik pozuntularda, həm də digər somatik xəstəliklərdə diferensiyasiya olunmaq üçün aparılan müayinə üsulları ola bilər. Diqqət əskikliyi və hiperaktiv pozuntunun adından giriş etsək, qeyd olunduğu kimi burada 3 klinik əlamət müşahidə olunur. Əsas məsələ, mən ən sevdiyim məqamlar və izləyicilərimizin də çox diqqətlə izlədiyi məqamlar ki, bax, bu xəstəliyin adını eşidirik, amma bu necə təzahür edir, özünü necə göstərir, hansı əlamətlər ortaya çıxır, eşidək sizi. Bu zaman bu xəstəliyin diqqət əskikliyi və hiperaktiv pozuntunun klinik gedişatında birinci diqqət əskikliyi durur. Birinci budur, ikinci əlamət kimi hiperaktivlik və üçüncü isə impulsivlikdir. Qeyd etdiyim bu 3 əlamətin hər hansısa birinin şəxsdə ön planda olmasına uyğun olaraq biz bunu 2 qrupa ayırırıq. Birinci qrup şəxslərdə bu zaman bu insanlarda diqqət əksikliyi və diqqət defisiti, yəni diqqətlə bağlı problemlər öndə görünür, hiperaktivlik və impulsivlik arxa planda görülür. Adətən qız uşaqlarında, körpə qız uşaqlarında bu forma təşkil edir. Məhz ona görə də bizə müraciət edirlər gecikmiş mərhələdə qız uşaqları. İkinci qrupda isə hiperaktivlik, impulsivlik, yəni hərəkət və davranışla bağlı olan pozuntular ön plandadır. Diqqət defisiti və diqqət əksikliyi ikinci planda görülür. Doktor, bu oğlanlarda daha çox görünür. Bəli, Günay xanım, bu oğlanlarda daha çoxdur. Ona görə də bizə müraciət etmiş valideynlər öz oğlan övladlarından, belə deyək ki, oğlan uşaqları daha çox müayinəmizə gəlir. Diqqət əksikliyi və hiperaktiv pozuntu həm uşaqlarda, həm irəliləyən etaplarda, yeniyetmələrdə, həm də yetişkin insanlarda görülür. Lakin uşaqlarda yetişkinlərlə və böyük insanlara nisbətən daha çox görülə bilir.
Ümumiyyətlə diqqət əksili, hiperaktivlik, pozuntu necə olur ümumiyyətlə? Nə hansı faktorlar burada rol oynayır? Genetik faktorlar. Bütün psixiatrik pozuntularda dediyim kimi hər zaman deyirəm, insanın belə deyək, tükündən dırnağına qədər hər bir şeyində genetika böyük rol oynayır. İrsiyyət çox önəmlidir. Bəli, irsiyyət çox önəmlidir. Bütün xəstəliklərə aiddir bu. Bəli, Günay xanım. Əgər evdə bir uşaq diqqət əksili, hiperaktivlik, pozuntu varsa, digər uşağın o pozuntu ilə doğulma ehtimalı yüksəkdir. Və yaxud da ki, valideynlərin hər hansısa birində, ata və yaxud da ki, ana, bu pozuntu varsa, uşağın bu doğulma ehtimalı yüksəkdir. Birinci və yaxud da ikinci dərəcəli qohumlar, biz bunlara bibi, xala, əmi, dayı deyirik ki, əgər bu pozuntu varsa, doğulma ehtimalı yüksəkdir. Və yaxud da ki, valideyn, ana, əgər hamiləlik etapında stres keçiribsə və yaxud da ki, hamiləlik etapında müəyyən bir streslə əlaqədar olaraq qadın siqaret çəkməyə, alkoqol istifadə etməyə, müxtəlif narkotik maddələr istifadə etməyə, zərərli vərdişlər istifadə etməyə meyillidirsə və yaxud da ki, asıllıq yaradan hər hansısa bir dərman preparatlarını istifadə etməyə meyillidirsə, bu halda və eyni zamanda arterial təzyiqi hamiləlik etapında tez-tez yüksəlirsə, yəni hipertoniya xəstəliyindən əziyyət çəkirsə, bu analardan doğulan uşaqlarda diqqət əksiliyi və hiperaktiv pozuntunun olma ehtimalı yüksəkdir. Bir ona giriş edim ki, ümumiyyətlə diqqət əksikliyi və hiperaktiv pozuntu biz ümumiyyətlə necə olur buna diaqnoz qoya bilirik? Doktor, niyə? Çünki üzr istəyirəm bu məqamı vurğulamazdan öncə bəzən uşağın sadəcə enerjili olduğunu valideynlər qeyd edir. Bax, indi bu diaqnozla onun enerjili olmağını biz necə fərqləndirə bilərik? Bunun üçün bir üsul varmı ki, valideynlər evdə təyin eləsinlər ki, mənim uşağım enerjilidir, yaxud da hiperaktivlikdən və ya diqqət əskikliyindən əziyyət çəkir? Ümumiyyətlə, biz valideyn hansı, belə deyək, əlamət görməlidir? Birincisi deyim ki, biz necə diaqnozu İlk növbədə valideyn niyə müraciət eləyir? Bizi müraciət edən pasiyentlər, Günay xanım, istər autizm spektr pozuntusu, istər diqqət əksikliyi və hiperaktiv pozuntu, istər davranış pozuntusu, uşaqlar müayinə otağına girə bilmirlər. Onlar koridorda, yəni dəhlizdə başlayırlar nəyinsə oynamağa, başı qarışır, davranış. Biz həmin etapda o uşağı 30-40 dəqiqə ərzində müayinə etapında müşahidə edirik. Nəyi? Onun davranışını, diqqətini, hərəkətini, səs tonunu, ətrafındakı insanlarla ünsiyyətini, kontaktını müşahidə edirik. Müşahidəmizdən sonra nə edirik? Valideynlərdən, anadan, atadan, babadan, nənədən sorğu keçirdirik. Anamnez toplayırıq. Biz tibbi termin olaraq anamnez deyirik. Və valideynlər bizə müəyyən bir video görüntülər göstərirlər ki, bax doktor, belə oldu, belə oldu. Bunlara baxaraq dəyərləndiririk. Həmçinin anaya sual veririk. Sən hamiləlik etapında bu uşağı hamilə olanda necə keçirdin? Müxtəlif travma aldınmı hamiləlik vaxtı? Yıxıldınmı və yaxud da ki, qarın travma aldınmı? Hansısa bir iltihabı, infeksiyon xəstəlik keçirdinmi? Və yaxud da ki, sual veririk. Bax, müayinəmizə gətirmişsən, uşağı müayinəyə gətirənə qədər uşaqda hansı fiziki və zehni dəyişikliklər olub mənim müayinəmə gətirənə qədər? Hansı şübhə ilə gəlmirsən? Şübhə ilə gəlmirsən. Çünki valideyn uşağını çox gözəl tanıyır, görür ki, nəsə yolunda getmir ki, həkimə müraciət edir. Və biz hansı, belə deyək ki, müraciət etmişsiniz deyə suallar veririk. Nə baş verir bu zaman beyində? Və bundan sonra artıq 30-40 dəqiqə ərzindən sonra artıq diaqnozu təyin eləyə bilirik. Lap mən istəyirsə əlamətləri birinci sadalayın, gözləyirlər, sonra beyində gedən dəyişiklikləri soruşur ki, bax, hiperaktiv uşaq hansı uşaqdır? Günay xanım, doktor söyləsin, hiperaktiv uşağa nə etmək lazımdır? Bütün suallarınızı cavablandıracaq doktorumuz, mən də diqqətlə dinləyirəm. Deməli, diqqət əksikliyi hiperaktiv pozuntuda birincisi diqqət əksikliyi, diqqət defisiti dedikdə hansı klinik əlamətləri nəzərdə tuturuq? Şəxs diqqətini sürdürməkdə, diqqətini davam etdirməkdə, əgər bu məktəb yaşlı uşaqsa diqqətini davam etdirməkdə, diqqətini belə deyək ki, toplamaqda, cəmləməkdə çətinlik çəkir, şəxsdə diqqət defisiti, diqqət dağınıqlığı formalaşır. Bu zaman şəxsin, belə deyək ki, bunun fonunda nə baş verir? Ətraf mühitə, işinə, işləyən bir insandırsa, böyük yaşlı insanlarda da müşahidə olunur axı. Əgər bu məktəblidirsə, dərsinə, konsentrasiya ola bilmir, adaptasiya ola bilmir, dərs prosesində, iş prosesində performans göstərə bilmir, akademik bacarıqları aşağı düşür. İş keyfiyyəti aşağı düşür. Bəli, funksionallığı azalır, şəxsin anlama, qavrama, yadda saxlama problemləri yaranır. Şəxs eyni zamanda bu halda nə baş verir? Şəxsin, belə deyək ki, hansısa bir işi icra etməlidir, bunu davam etdirə bilmir, bir işdən digər işə keçir. Müəyyən bir vaxt qoyublar, həmin vaxt çərçivəsindən
iş uzanır. Xüsusən qeyd edərdim, bu şəxslərdən nə edirlər? Bu uşaqlar itirirlər, əşyalarını itirirlər. Mən birinci buradan niyə başladım? Çünki diqqət əksikliyi ilə bağlı məlumat verirəm. Uşaq məktəblidir, su qabını itirəcək, xət keşini itirəcək, qələmini itirəcək, gündəliyini itirəcək, üst geyimini itirib hardasa qoyacaq, şərfini, papağını itirəcək. Və yaxud da çantasını hardasa qoyacaq, itirəcəkdir. Davamlı olaraq nələrisə itirəcək. Bəli, davamlı olaraq nələrisə itirir Günay xanım. Diqqət defisitinin digər əlaməti kimi bunu müşahidə oluna bilər, məsəl üçün şəxslərdə. Böyük və yaxud da kiçik fərqi yoxdur. Bunlarda, belə deyək ki, səhvlər müşahidə olunur. Nə səhvləri? Yazı ilə bağlı olaraq səhvlər. Bizi izləyən tamaşaçılar diqqətli izləsinlər. Məsələn, görə bilərlər, imla yazır uşaq, hərf səhvlərinə rast gəlinir. Və yaxud da ki, mesajlaşır WhatsApp-da kimlənsə bir tanışı, görür ki, elə bunun yazdığı cümlənin içində müxtəlif hərf qarışıqlığı və səhvləri var. Və yaxud da hərfləri yeyir. Yeyir. Və yaxud da yerini səhv salır. Sözdə hərf yoxdur deyə. Bu şəkildə ola bilər. Digər bir məsələ kimi, şəxs artıq belə deyək ki, bunlarda nə formalaşır? Unutqanlıq yaranır. Nə olur? Şəxs, xüsusən burada qısa müddətli yaddaş pozulur. Xüsusən rutin həyatımızda gündəlik hansısa bir iş fəaliyyətini icra eləməliyik, onunla bağlı yaddaş pozulur. Nə olur? Deməli, nə baş verir? Şəxs, məsələn, kiməsə söz verib ki, filan vaxtı, filan saatda orada görüşəcəyik. Məsəl üçün, bugün saat 13:00-da Günay xanım sağlam Günay verilişində görüşərik. Bir də mən gözləyirəm, yoxdur Aytan xanım. Bəli, diqqət defisiti fonunda mən heç onu unuduram. Tamam unutmuşam. Tamam unutmuş oluram. Daha sonraki etaplarda nə müşahidə ola bilər? Bu özündən asılı olmadan baş verir. Yəni bu insanlar müəyyən qeydlər götürsə belə bu onlara kömək eləyir, yoxsa yenə də yardım, ona da baxmağı unudurlar. Bəli, ona da baxmağı unudurlar, çünki diqqət defisiti dərin olur. Digər bir məsələ kimi, bu şəxslərdə, xüsusən bu uşaqlarda incə motor funksiyalar pozulur. Bu uşaqlar ayaqqabısının bağını bağlaya bilmir. Əgər üst geyimi geyinibsə zamokunu çəkə bilmir. Köynəyinin və yaxud da pencəyinin yaxasını düymələyə bilmir. Dişlərini fırçalamaqda çətinlik çəkir. Digər bir məsələ kimi, qız uşaqları ise saçını belə deyək, rezinlə yığa bilmir arxadan. Elə bilir ki, sanki bir gücsüzlük yaranır. Digər bir məsələ kimi, bu uşaqlar irəliləyən etaplarında nə baş verir bunlarda? Bu uşaqlar, diqqət defisiti kimi, bu uşaqlar oynama vaxtı, bağçada mı, məktəbdə mi öz növbəsini gözləyə bilmir. Sıradan çıxır. Aləmi qatır bir-birinə. Nəticədə bu uşaqlar digər uşaqlar tərəfindən düzgün qavranılmır, mübahisəyə səbəb olmuş olur. Bu sadaladığım klinik əlamətlər diqqət defisiti ilə bağlı olan klinik əlamətlərdir. Bəs görəsən hiperaktivlikdə nə müşahidə olunur? Gəldi hiperaktivliyə. Hiperaktivlik zamanı şəxs aşırı dərəcədə aktiv, hərəkətli, bir yerdə qərar tuta bilmir. O başa bu başa gedir, narahat olur, oturur, durur, otaqda iş insanıdırsa bir yerdə otura bilmir. İşini icra eləməlidir. Günay xanım, tutalım ki, məndə hiperaktivlik var, mən indi otura bilməyəcəm burada. Duracam, biraz o kameraya doğru gedəcəm, qaydacam bu formada. Uşaqlar dərs prosesini icra eləyə bilmir. Sözünüzə qüvvət. Salam, mənim 8 yaşlı oğlum dərs zamanı 5 dəqiqə otura bilmir, dərhal qalxıb gəzir. Müəllimi deyir, hiperaktivdir, amma evdə elə də deyil. Necə bilək ki, bu doğrundan da hiperaktivlikdir, yoxsa sadəcə hərəkətli uşaqdır? Hiperaktivlik, ümumiyyətlə diqqət əksikliyi, ana bətnindən formalaşan bir pozuntudur. Analar bəzən deyir, Günay xanım, elə bu qarnımda da mənə təpikləyirdi, çaxnaşma olurdu. Bir yerdə dayanmırdı ki, elə o yana bu yana fırlanırdı. Doğulandan sonra belə müəyyən bir psixoloji faktorlar təkan verir. Yəni bu doğumsaldır. Nə baş verir? Daha da alovlanır. Bəli, bu uşaqlar artıq belə deyək ki, böyüdü biraz, ayağı yer açdı yeriməyə. 2 yaşı var, yeriyir artıq. Uşaqlar nə edirlər? Anasının əlindən qaçırlar, yola qaçırlar. Maşının üzərinə atırlar özünü. Bu uşaqlarda ağrıya qarşı bir tolerantlıq var. Uşaq yıxılır, yaralanır, qanlayır, heç dünya vecinə deyil. Adətən oynayanda bu uşaqları bayırda görürük. Ömür boyu qolları sıyrıntılı, qanamış, belə gələk, cızılmış, qatmaq bağlamış vəziyyətdə olurlar. Və bu uşaqlar, belə deyək ki, nə baş verir sonraki etapda? 4 yaşına qədər bu uşaqlara diaqnoz qoymaq biraz çətin olur. Niyə? Çünki valideynlər deyir, əmsi belə idi, atası belə idi, dayısı belə idi, bir yerdə qərar tuta bilmirdi, ona oxşuyubdur, düzələcək. 4 yaşına qədər artıq çətin olsa da və həkimə gətirməsələr də artıq məktəb dövrü yetişir, əsas məsələ burada başlayır. 6 yaşın üzərində artıq uşaq məktəbə gedəndə, uşaq məktəbdə part arxasında otura bilmir, bir yerdə qərar tuta bilmir, durur partanın üstünə çıxır, oynayır, dərs prosesini pozur. Özünə diqqəti cəlb eləmək istəyir, digər uşaqları da oyuna qoşur.
birinə söz atır, birinin saçını yolur, xətkeşini atır, qələmini yerə atır, götürür, dərs prosesini pozur, söyüşlər, təhqir ifadələri işlədir və yaxud da ki, nə edir? Fikri güya ki, müəllimədədir, müəllimə buna sual verir, gözü müəlliməyə baxır, amma fikri başqa yerdədir. Nə edir Günay xanım? Axşam bir cizgi filminə və yaxud da ki, kinoya baxıbsa, bir obrazın xatirində qalıb, müəlliməyə belə baxır, fikrə gedib. Hələ oradadır. Hələ oradadır, amma müəllimənin saçına baxır, müəllimənin dodaq boyasına baxır, əlində üzüklərinə baxır, əl jestlərinə baxır, hərəkətlərinə baxır. Müəllimə qayıdıb buna sual verdikdə, sualı fikirləşə bilmir, çünki diqqəti dağınıqdır, fikri burada deyil. Bu uşaqlar irəliləyən etaplarında artıq valideynlər arasında da bir söz-söhbətə səbəb olur. Uşaqlarla münaqişəyə meyilli olur yəni, deyə. Yəni çətinliklər artıq məktəb dövründən başlayır. Bəli, məktəb dövründən başlamış olur. İrəliləyən etaplarda nə olur artıq Günay xanım? Uşaq böyüyür, yetişir, artıq 12 yaşında biz tam şəkildə diaqnozu təyin edib müalicəyə başlamalıdıq. Əgər müalicə gecikirsə, uşaq 12 yaşında nə baş vermiş olur? Nə olur? Uşaq müalicə gecikibdir. Bu uşaqlarda valideynlər nə edir? Tərbiyələndirici üsul kimi təhqir eləyirlər, küncə qoyurlar, cəzalandırırlar. Səsini kəs, səndən adam olmayacaq. Yəni valideyn başını itirir, bilmir artıq. Bilmir, bu uşaqla necə rəftar eləsin. Otaqdan qapını bağlayıb cəza verirlər. Nəticə etibarilə artıq bu yeniyetmədir, özünü dərk eləyir. Bu uşaqlarda özgüvən əksikliyi yaranır. Uşaqlar özlərinə qapanır. Həyatdan artıq zövq almamağa başlayır, təcrid olurlar, öz həmyaşıtları ilə ünsiyyətdən qaçınırlar, çünki hamı bunlar qınıyır. Bir depressiv fon formalaşır. Hadi 16-17 yaşında bir uşaq oğlanın valideyni söyləyir ki, heç kəslə danışmır, otağından bayıra çıxmaq istəmir, hətta evdən məktəbə belə getmək istəmir. Bəs 16-17 yaşında artıq o formalaşırsa nə baş verir? İrəliləyən etaplarda diqqət əksikliyi və hiperaktiv pozuntu keçir davranış pozuntusuna. Şəxsiyyət pozuntusunu. Bir müddətdən sonra bunlar çox erkən yaşda, yeniyetməli çağından artıq 13-14 yaşlarında başlayırlar siqaret çəkməyə, alkoqol istifadə edirlər. Bəli, narkotik maddələrə meyil göstərirlər ki, bir dadına tamına baxım necədir. Çünki özünü təsdiqləmək istəyir. Çünki valideyn bunu sıxışdırıb, təhqir edib, onu tərbiyələndirmək üçün cəzalar verib, bu isə özünü təsdiqləmək istəyir. Özünü belə deyək ki... Yəni, valideyn bu halda bilmir nə etsin. Biz bütün məsuliyyətdə valideynlərin üzərinə yıxa bilmərik, amma bu tip problemləri görərkən bir ünvan var, həkim-psixiatr. Bəzən həkim-psixiatr deyəndə elə bilirlər ki, yalnız şizofren xəstələri həkim-psixiatra gedir. Xeyr, belə deyil. Elə bugün haqqında danışdığımız diqqət dağınıqlığı, həmçinin hiperaktiv pozuntu ilə də bağlı. Vaxtında uşağın o elə bir yaşında ki, doktor dedi ki, 3-4 yaşında artıq təyin etmək olur. O yaşında müraciət etsəz, erkən müayinə nəticəsində doğru diaqnoz qoyulsa, artıq yeniyetmə yaşında da övladınızla bir probleminiz yaranmayacaq. Çünki bir çox valideynlər hal-hazırda yeniyetmə dövründə olan övladları ilə problemlər yaşayırlar və deyirlər, gözləyək keçəcək. Amma keçirmi? Bəzən mən buradan efir vasitəsilə demək istəmirəm, ümumiyyətlə bu sözü dilimə gətirmək istəmirəm. Elə hallarla rastlaşırıq ki, Allah uzaq eləsin, Allah qorusun bütün balaları. Ona görə valideynlər daha həssas olmalıdırlar. Oturub gözləməkdənsə bir addım atmalıdırlar. Tam doğru dediniz, müəyyən məqamlar var, açıqlaya bilmirik. Bunlar gözlənilən məqamlardır ki, çünki bizi izləyənlər arasında yeniyetmələr də var. Mən elə suallara baxıram, bir çox valideynlərin övladları hal-hazırda bu vəziyyətdədir. Çox təəssüf. Çox təəssüf ki, irəliləyən etaplarda nə olur? Bu uşaqlarda elə körpə yaşlarından, 2-3 yaşlarından etibarən yuxu pozuntusu yaranır. Bu uşaqlar gün ərzində o qədər hərəkətdə olurlar. Bağçada tərbiyəçi, məktəbdə müəllim deyir ki, bu uşaq dincəlmir də, sakitləşmir, qərar tutmur. Gün ərzində baş verən aşırı dərəcədə hərəkətlilik, aktivlik fonunda gecə yatağına uzanmaq istəmir. Bəhanələr uydurur valideynə. Acmışam, yemək istəyirəm, birazca da su ver, susuzdadım, gedim o birisi otaqdan bir oyuncağımı götürüm onunla yatmaq istəyirəm və yaxud da biraz fırlanım, iqra oynayım da, sonra yataram. Yatağına uzananda bəzən dərhal yuxuya gedirlər, bəzən də yuxuya keçdikdən sonra yenidən yuxudan oyanırlar narahat formada. Bəzi uşaqlarda, bu pozuntu olan uşaqlarda gecə enurezi, yəni sidik qaçırma problemləri yaranır. Pasiyentimdən bir örnək gətirim Günay xanım. 22 yaşında bir pasiyentim çox gecikmiş mərhələdə enurezlə müraciət etmiş olur. Bəzən utanırlar həkimə müraciət eləmək ki, mən nə deyərəm? İstənilən halda enurez varsa, onun müalicəsi də var və müalicədə tətbiq olunur, tam şəkildə vəziyyətdən çıxmış olur. Uşaq, belə deyək ki, və yaxud da ki, gənc bir insan. Yeniyetmə olsun. Bəli, yeniyetmə olsun. Daha sonraki etaplarda nə baş verir? Biraz böyüyür, inkişaf eləyir, bu artıq gəlir elə bir yaşa çatır hiperaktivliklə bağlı olaraq. Evlənmək yaxşı yetişir. Bu şəxslər, kişilər xüsusən evlənmək istəmir.
özlərini çöldə subay hesab eləyirlər. Evə də gələndə ailə mühitinə adaptasiya ola bilmirlər. Daim münaqişəyə meyilli olurlar. Nəticədə bəzən bizim ailələrimizin dağılmasına səbəb həmin o kişilərdə hiperaktivlik və diqqət dağınıqlığı olmalarıdır. Ailədə öz həyat yoldaşlarından diqqəti, qayğını yetərincə verə bilmirlər. Daim olaraq xaotik vəziyyətdə fikirləri dağınıq olurlar. Bir yerdə qərar tuta bilmirlər. Bir yerdə qərar tuta bilmirlər. Elə xəyanətə də məruz qoyurlar ailələrini adətən. Və nədən gedir söhbət? Daha sonraki etaplarda nə baş vermiş olur? İmpulsivliyə bir giriş eləyərdim. İmpulsivlik nədir? Şəxs düşünmədən qərar verir. Yəni nəticəni düşünmədən bir qərar verir. Qərar verir. Bu qərar ona ziyan vuracaq, vurmayacaq, fərqinə varmır. Doktor, çox maraqlı bir hissədir bu impulsivliklə bağlı. Bununla da bağlı yazan izləyicilərimiz var və hiperaktivliyin və diqqət dağınıqlığının müalicə yollarını soruşan izləyicilərimizə də səslənirəm. Söylüyorsunuz ki, müalicə yolları nələrdir? Bütün bunları dəyərli həkim psixiatrımız söyləyəcək. Doktorumuzla əlaqə nömrəsi ekranlarda 050 377 54 22 099 377 54 22. Qısa araya ayrılırıq. Dərhal sonra mövzumuz davam edəcək. Sizin sualları da səsləndirəcəm təbii ki. Və biz davam edirik. Yeni qoşulan tamaşaçılarımızı da salamlayıram. Sağlam gün ay canlı qarşınızda. Bu isə fürsət verir ki, hər an bizə qoşula bilərsiniz. Necə ki, onlarla, yüzlərlə insan hal-hazırda suallarını göndərir və mən də onları çalışıb doktorumuza ünvanlayıram və studiyamızın çox dəyərli bir həkim qonağı var. Həkim psixiatrımız Aytən Namazova. Diqqət əskiliyi, hiperaktiv pozuntudan danışırıq. Bəzən bu məqamlara valideynlər o qədər də önəm vermirlər və gələcəkdə həmin bu uşaqlar böyüyür və onların həyatında çox böyük problemlər başlayır. İşdə bir yerdə qərar tuta bilmirlər. Doktor çox gözəl vurğuladı. Ailədə bir yerdə qərar tuta bilmirlər. Dostları arasında, cəmiyyətdə bir yerdə qərar tuta bilmirlər və biz bunu xarakterə bağlayırıq. Amma bu çox səhv düşüncədir. Bəzən bu bir xarakterin nümunəsi yox, xarakterin xüsusiyyəti yox. Bir pozuntu olur, bir xəstəlik olur. Ona görə əziz valideynlər, bax gördüyünüz kimi indi daha da məlumatlanırıq. Bu cür proqramlar var, sosial platformalar var. Həkimlərimiz öz səhifələrində çox gözəl çıxışlar yerləşdirirlər, məlumatlandırırlar. Bütün bunlar bizə imkan verir ki, daha gözəl məlumatlanaq və daha gözəl nəticələr əldə edək. Bax, bu şərait varsa, biz niyə övladlarımıza diqqətlə yanaşmayaq? Mən doktorumuzun əlaqə nömrəsini qeyd etmək istəyirəm. 050 377 54 22 099 377 54 22 və söhbətimiz impulsivlikdə qaldı. Bəli. Doktor, söylədiniz ki, impulsivliyin də əlamətlərini söyləyəcəksiniz və nə olduğunu açıqlayacaqsınız. Buyurun. Diqqətə əsirlik, hiperaktiv pozuntunun 3-cü əlaməti kimi impulsivlik var. İmpulsivlik də bu, belə deyək ki, davranışla bağlı, hərəkətlə bağlı olan pozuntudur. Bu zaman qeyd etdiyim kimi şəxs düşünmədən qərar verir, düşünmədən hərəkət edir. Bu zaman nə baş verir? Xüsusən iş həyatında görərik. Şəxsin impulsivliyi fonunda şəxs qarşısındakı insanı dinləmir. Söhbət əlaqəsi zamanı onun sözünü kəsir. Mövzuya belə deyək perpendikulyar girir. Sanki dəxilsiz olaraq mövzuya girir və mövzuya daxil olaraq həmin o hal-hazırda 1-3-4 nəfər söhbət edirsə, o mövzunu dəyişməyə çalışır. Və nəticə etibarilə bu şəxslər kənar tərəfindən məsuliyyətsiz, hövsələsiz, səbirsiz, ləng, laqeyd insan kimi qarşılanmış olur və çox negativ insan kimi belə deyək ki, qələmə verilmiş olur. Çox təəssüf. Və qeyd edərdim ki, diqqət əksikliyi və hiperaktiv pozuntu zamanı biz əslində bu tək pozuntu halda belə müşahidə olunmur. Bəzi hallarda bu pozuntunun yanında panik atak, panik pozuntu, həyəcan təşviş pozuntusu, yəni anksiyete, tik pozuntusu, Turetta sindromu, həmçinin depressiv epizod belə görülə bilər. Hər iki və digər simptomları birlikdə müalicəyə başlamış ola bilirik. O halda daha yaxşı effekt əldə etmiş ola bilirik. Diqqət əksikliyi və hiperaktiv pozuntu zamanı beyində, dedi ki, beyin kimyası dəyişilir. Bu zaman beyində neyromediator sistemdə olan beynin ön bölgəsində, ön payında dopaminin miqdarı az olur və nəticə etibarilə biz fikrimizi işimizə, dərsə konsentrə eləmək istəyirik və bu halda dopamin miqdarı az olduğu üçün dopamin də bizim diqqətimizi yönəltmək, diqqətimizi cəmləmək, eyni zamanda həzz duyğusu almaq üçün lazım olan bir hormondur, neyromediatordur. Və bunu balanslaşdırmaq üçün beynin arxa bölgələrindən dopaminin sintezi ön bölgəyə doğru gəlir. Və bunu ön bölgə ilə arxa bölgə arasında olan dopaminin sintezini balanslaşdırmaq istəyir. Və nəticədə bu balans yaranana qədər, diqqətimiz toplanana qədər nə baş verir?
arxa motor, ümumiyyətlə, motor neyronlarda hərəkət aktivliyi artır. Nə diqqətimizi toplaya bilirik, nə də ki, həm də hərəkətimiz aktivləşmiş olur. Artıq patogenetik olaraq orqanizmdə diqqət əksikliyi və hiperaktiv pozuntu formalaşmış olur. Hərəkət var, diqqət yoxdur. Bəli, hərəkət var, diqqət yoxdur, eyni zamanda impulsivlik yaranıbdır. Və bu pozuntu müalicə olunurmu? Bəli, tam şəkildə diqqət... Əsas bizə verdiyiniz sualın cavabını doktor indi açıqlayacaq. Müalicə yolları varmı? Bəli, diqqət əksikliyi və hiperaktiv pozuntu tam müalicə olunur, sağalan bir xəstəlikdir. Müalicəsi həkim-psixiatr tərəfindən təyin edilir. Qonşunun, qohumun, aptekin tövsiyə etdiyi dərmanlarla deyil. Çünki əgər ki, o dərmanları siz öz başına, həkim nəzarəti olmadan qəbul edərsinizsə nə baş verər? Bu zaman həm tiroid hormonda pozuntuların yaranmasına, boy hormonuna mənfi təsir göstərə bilər. Sonraki etaplarda uşaqlarda cırtdan boyluluğa, boyun inkişafdan qalmasına səbəb ola bilər. Əsasən burada psixoterapiya da olunur, farmakoterapiya da. Bizə müraciət etmiş pasiyentlər gecikmiş mərhələdə olduğuna görə ən effektiv müalicə farmakoterapiyadır. Dərman terapiyası. Dərman müalicəsidir. İki qrup dərmandan istifadə olunur. Stimulantlar, yəni aktivləşdiricilər və stimulat olmayanlar. Bu da nədən asılı olaraq seçirik? Bəli, qeyd etdim, klinik gedişatı zamanı diqqət defisiti olur, hiperaktivlik və ya impulsivlik. Hansı klinik əlamətin uşaqda və ya da böyükdə üstünlük təşkil etməsinə uyğun olaraq dərman preparatı seçirik. Müalicədə hər zaman dediyim kimi qızıl standart var. Düzgün təyin edilmiş diaqnoz o vacibdir təbii ki. Həkim-psixiatr tərəfindən təyin edilmiş diaqnoz, düzgün dərman seçimi, dərman seçimini terapevtik dozaya qədər, az dozadan başlayaraq terapevtik dozaya qədər qaldırmaq, xəstəliyə və uşağa və ya da böyüyə yetərli dozada təyin etmək və müalicəni yetərli zaman ərzində davam etdirməkdən ibarətdir. Müalicə müddətində nə ola bilər? Təzə müalicəyə başlayanda valideynlər adətən deyir, doktor, 3-4 gün biraz halsız oldu. Bütün dərman preparatlarında olduğu kimi, xüsusən psixotrop dərmanların istifadə etdiyimiz etapda müəyyən bir müddət, 3-4 gün və ya da bir həftə müddətində dərmanların yan təsiri ola bilər, halsızlıq ola bilər, yuxulluq ola bilər. Daha sonra artıq bədənlə dərman, bu adaptasiya, yəni uyğunlaşma etapı keçdikdən sonra artıq klinik olaraq effekt və irəliləyişi görmüş ola bilirik. Tam sağalan və tam müalicə olunan bir xəstəlikdir. Doktor, o qədər gözəl anlatdınız ki, hamısını. Bir əlavə sualım da qalmadı, ünvanlayım. Amma bir tamaşaçı sualımız var. Buyurun. İstəyirəm onu oxuyum sizə. Deyir, mənim qızım çox ağıllıdır, amma dərsdə diqqətini toplaya bilmir. Tapşırıqları yarımçıq qoyur. Diqqət əskiliyini ev şəraitində azaltmaq olarmı? Salamlayıram tamaşaçını. Qız uşağıdır dedik. Qız uşağıdır. Bayaq qeyd etdim, qız uşaqlarında diqqət defisitindən ifadə olunur. Bu uşaqlar adətən nə deyir valideynə? Müəllimə evə heç nə verməyib ki, təkrar qaldığı üstündə dərsin. Çünki diqqət o qədər dağınıqdır. Müəllimə hansı tapşırığı verdiyini belə xatırlaya bilmir. Bu uşaqlar o qədər ləng olurlar ki, dur, geyin əynivi. Və ya da yatağından dur, yeməyini ye, çeynə, dur dərsə hazırlaş. Uşaqlar o qədər ləng olurlar ki, 5-6 saat otururlar dərsin üzərində. İndi valideyn bəlkə də təsdiqləyir mənim orada fikrimi. Bu 5-6 saat dərsində dərsini bitirə bilmirlər. Ona görə də bu uşaqlara nə etmək lazımdır bir tövsiyə olaraq? Əgər bu uşaqlar dərs prosesini 5-6 saat icra edəcəksə, 15 dəqiqə dərs oxumalıdır, 15 dəqiqə fasilə verməlidir. Yəni fasilələrlə dərs prosesini oxuyarsa, o halda daha yaxşı effekt əldə etmiş ola bilirik. Lakin, əgər bu prosesi bunlar da tənzimləyə bilmiriksə, mütləq şəkildə bir psixiatrın qapısını döyməkləri məsləhət. Bir sual da var, tez onu da oxuyun, qısa olaraq cavablandırın. 5534 nömrəli abunəçi yazır. Salam Günay xanım, doktorumuzu da salamlayıram. Mənim oğlumun 12 yaşı var, çox əsəbidir, gözlərini tez-tez qırpır, bir müddət keçir, ağzını əyir, bir müddətdən sonra çiynini əyir. Bunun səbəbini öyrənmək istəyirəm ki, bu bir xəstəlikdirmi? Bəli, bu bir xəstəlikdir. Burada motor tiklərdən bəhs edilir. Gözünü, üzünü, bədən əzəllərini, çiynini və yaxud da ki, vokal tik də bundan yanaşı görülə bilər. Uşaq və yaxud da böyük danışarkən içindən başqa bir xoruz səsi, it səsi və yaxud da ki, digər bir səslər çıxa bilər. Əgər bu vokal və motor tiklər bir yerdə olarsa, artıq Tourette sindromu deyirik. Tam müalicə olunub sağalan bir xəstəlikdir. Var olasınız, doktor. Mən bilirəm ki, sizin əlinizdə bütün xəstəliklər yox olub gedir. Necə ki, elə hamısı, bütün pasiyentləriniz bunu qeyd edirlər ki, həyat eşqinə
işığımız sönmüşdü, bizi yenidən həyata qaytardı. Dəyərli psixiatrımız Aytən Namazova. Doktorla əlaqə nömrəsini soruşanlar çoxdur. Hal-hazırda TikTok canlı yayımımızdan da soruşanlar var. Qeyd edirəm 050 377 54 22 099 377 54 22. Daim doktorla sizə faydalı olmağa çalışırıq. Mən bir daha minnətdarlığımı Mən sizə bildirirəm sizə. minnətdaram Günay xanım dəvətiniz üçün. Çox Var sağ olun. olasınız. Qısa aradan sonra yenə çox faydalı bir mövzu ilə qarşınızda olacağıq və çox dəyərli bir insan qonağımız olacaq. Düşünürəm ki, onu dinləməkdə də çox böyük fayda var.